Salamlayırsam Sırman Max. Bugün sistemleri bu gün Hüseyin və Əbülfəzlə bir yerdə futbol çençeli, yəni onları yarışdırıram. Baxacaq necə olacaq? Hüseyin udacaq yoxsa Əbülfəz? Bunu görmək üçün videoya baxmayı unutmayın. Belə videoların daha çox gəlməsi kanala abunə olursunuz, videolara katılırsanız zəngləməsi basıb buraya yazırsınız. Gəlin keçək videomuza. Bəli, indi Əbülfəzlə Hüseyin Cicuka eləyəcək. Baxacaq kim udacaq, o başlayır. Birinci challenge'ımız sürət challenge'ıdır. Başlayaq. Gəl Cicuka ilə. Hüseyin utdu. Birinci Hüseyin başlayır. Buradakı o dem buradan o demire kadar gedip qayıdacaq. Baxacaq neçə saniyə gələcək. 3 2 1 2 3 4 5 6 7 8 9 10. Özüm zayıf kaçtım ki. Qardaşım biraz zayıf olacaq. Yox, elə olmaz. Bəli, indi Əfəz qasıraq. Baxacaq Əfəz neçə saniyə qaçacaq. 3 2 1 1 2 3 Yandım he. 4 5 6 7 8 9. Bəli, Əbülfəz 9 saniyəyə, Hüseyin 10 saniyəyə qaçır. Yəni bu videoda editlərdə daha yaxşı gördünüz. Saniyə qoyacağam. Başqa Hüseyin utdu. Onu tam bilmirik. Yəni qoyacağım buraya. Hələ ki Hüseyin. Qardaşım udmaq mənə sevindirmir. Maldır. Hələ ki Əbülfəz 1-0 qabalıdır. İndi keçək ikinci challenge'ımıza. Top sürmə challenge'ı. Baxacaq indi kim udacaq. İndi Hüseyin top sürür. Yenə oradakı dəmirə qədər. 3 2 1 1 2 3 4 5 4 yarım belə. İndi sıra Əbülfəzdədir. Bəli, baxacaq Əbülfəz Hüseynin 4 saniyəlik rekordunu keçə biləcək yoxsa yox. 3 2 1 1 2 3 4 4 yarım. İkisi de deyəsən eyni. Bəli, videolara baxdıq. Hüseyin milli saniyədə olsa utdu. İndi bu dəqiqə shot 1-1-dir. Keçək 3-cü challenge'ımıza. 3-cü challenge'ı mən də bilmirəm. Yəni baxın. 3-cü challenge'ımız top kontrol və pasdır. Top atacaq, kontrol edəcək və tezdən bizə qaytaracaq pas olaraq. Baxa görək. Əbülfəz yaxşı eləyəcək yoxsa Hüseyin? Baxın. Mən atacağam indi. Kontrol edib qaytaracaq. Yaxşı. Bu arada bunun qazanından mən qərar verəcəm. Baxın hansı da yaxşı kontrol edəcək ona görə. Görüşək. Yaşayın. İndi sıra Əbülfəzədir. Baxa görə Əbülfəz nə edəcək? İndi sıra Əbülfəzədir. Baxa görə Əbülfəz. Oy. Dostlar, indi adil qərar vermək istəyirəm. Bunun kontrolü də yaxşıdır, pası da yaxşıdır. Əbülfəzin kontrolü yaxşıdır, amma pası pis olduğuna görə bu turu Hüseyin qazanır və ümumi şot 2-1 Hüseyin qanlı qatdı. Dediyin elədi. İndi keçək 4-cü turumuza. Bəli, 4-cü challenge'ımız top siləmədir. 10 dənə top siləcəklər. Yəni silənməsələr ona ən yaxın olan qazanacaq. Məsələn, biri 850, biri 7, 800 olan qazanır. Və yaxşı 3 dənə şans verirəm sizə. Baxa görə nə olacaq? Birinci Hüseyin başlayır. Bəli, indi Hüseyin 10 dənə baxa görə siləbiləcək yoxsa yox. 3 dənə şansı var, buna birinci şansı. Başla. Ona daha yaxın olsa qazanır. Uyda. 5, 6, 7, 8, 9, 10. Tek attı. İndi sıra Əbülfəzədə baxa görə nə edəcək? Mən 50 atarım. İndi sıra Əbülfəzədə baxa görə Əbülfəz nəticələyəcək. Birinci haqqı. 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Bərabərə qaldıq. İkimiz 10 eləydik, yine bərabər qalsınız. Hadi. Neçəydi? 2-1 idi. 3-2 oldu. Hüseyin 3, Əbülfəz. Sen sonra çek. Aa, NPC dayı. Videomdaki NPC dayı gəlir. Parklarından çəkdim. Ne olacak bu şimdi NPC dayı? Bəli, indi 5-ci challenge'ımız sadə penaltidir. Hüseyin 3 dənə vuracaq, Əbülfəz tutacaq. Yəni hər hamısı 3 dənə vuracaq. Ən çox vura bilən qazanacaq bu turu. Baxa görə necə olacaq? Vura biləcəklər yoxsa yox? Baxaq. Bəli, indi Hüseyin vurur. Əbülfəz də tutur. Senin taşımasın. Başla. Şey penaltı. Goldur. Baxaq, gözlə videoya baxaq. Bəli, Hüseynin birinci gol sayılmır, Dodon sayılmır. Vara baxdıq və gol. Drogba. Drogba. İndi Hüseynin ikinci şansı. Baxa görə vura biləcək yoxsa yox. İkinci penaltisi. Başla. Oy. Sevincələ. İndi Hüseyin 3-cü və son penaltı haqqını vurur. Baxa görə bunu vuracaq yoxsa yox. Başla. Uy sən Əbülfəz. Nə demək istəyirsən? Kokos. Adam ne kadar ley içi bir gece ley ailene bak mel olur ha. Bəli, Əbülfəzin birinci penaltı haqqı başlayır. Sən bir dənə. Və goldur. Əbülfəz 2 dənə vursan udursan. Ya da bir dənə vursan bərabərə qalsın, sonra tezdən bir dənə vurursunuz.
Başla. Oy 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 oy. Əbülfəz. Oy. İndi son şansı. Buna vursan bərabərsiz. Bu tur udursun. Her şey yan kolça var. Ay 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 və Əbülfəz bərabərə qalırlar, hə. Və hərəsi tezdən bir dənə vurur, başla. Bəli, Hüseynin artırma birinci penaltisi başlayır. Artırma penaltisi. Oy 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 oy. Hələ Əbülfəzin haqqı var. Hələ Əbülfəzin haqqı var. Bunu da vursa bir dənə də penalti. Əbülfəzin birinci artıq bir penalti haqqı başlayır. Davay. Əbülfəz bu turu da uduzdu. 4-2 Hüseyin qabaqdadır. Comeback. Comeback. Comeback elədi. Comeback elədi. Comeback. 1-0'dan 4. 6-cı sancımız mənə qol vura bilən bu turu keçir. Baxa görə necə olacaq? Başlayaq. Bəli, Hüseynin birinci haqqı başlayır. 3 haqqlar var. Barış Alper Yılmaz. Ellerim titriyor. İşte Əbülfəz birinci haqqı keçir. Gəl. Şimdi artık karşıya. Gol direkt. Ayıp Barış Alper kardeşim. Ne yiyorsun? İkinci, üçüncü vurur. Son. Onu vurursan dur. Artışır ha. Artıq bir penaltı haqqlarıdır. Baxa görə vura biləcəklər, yoxsa yox. Ha, belə vur. İndi Hüseyin əlavə bir penaltısını vurur. İndi Əbülfəz. İndi Əbülfəz artıq bir penaltı haqqını vurur. Başda gelir. Və bu tur bərabər aktarır. Hüseyin 5, Əbülfəz 3. Keçək. Son bir dənə yeddinci- artıq da. Bəli, 7-ci challenge'ımız topun ətrafında 10 tur fırlanıb vurmadır. Birinci Hüseyin başlayır. 8 gol yandan sonra qapıcan rahatlıq. 10 tura başla. 1 2 5 6 7 8 Tez ya, dur. Tez. 9 10 Yama. Oh, Barış! Ay Barış! İndi Əbülfəzin sırasıdır. Başla Əbülfəz. 1 dayan. 1 2 3 4 5 6 7 8 9 10 Que isso? Bu yenə bərabər qaldınız siz. Mən elə belə eləyirəm. Baxam ki, mən yapacağım yoxsa yox. 1 2 4 5 6 7 8 9 Acaba mı? Ateş buradan. Ben tayım. Ben tayım. Ben tayım. Ben tayım. Sonuncu etmiştim. Sonuncu etmiştim. İşte ben. Başım düşmüştü. Bəli, indiki 8-ci sınıcımız zəif ayaqdır. Hüseynin zəif ayağı sağdır. Bax gördüyünüz üzrə Barış. Sənki Əbülfəzin də soldur. Baxa görə Hüseyin. Hüseynin 3 dənə haqqı var. Baxa görə hamısının 3 haqqı var. Baxa görə vura biləcəklər yox. 2 deyə bu 3. Baxa görə vura biləcəklər yox. Zəif ayaqlamışsan. 3 2 başla. Və birincini tutdu. İkinci haqqı vursan başla. Yox, sayılmır. Goldur. Və Hüseynin son şansı. Başla. Və oy. Kameraya bak da. İndi Əbülfəzin 3 şansı başlayır. Bu birinci. Başla görək. Və Bəli, indi Əbülfəzin ikinci şansı başlayır. Davay. Və tutdu Hüseyin. İndi üçüncü şansı. Başla. Davay. Və sən vurdun bir dənə. Ha, 7-4 oldu şut. Ben yavrum sana.
Bəli, indi 9-cu və son challenge'ımız demək olar ki, bundan sonra 1v1 oyundur. Göz bağlı challenge, yəni vuranda bu tərəfə baxır, belə vurur. Baymer. Devam. Edit elə. O sö. Bəli, indi Hüseynin ilk challenge'ı başlayır. 3 saniyeler var. Ha. Ha. Başla. Və 1 haqqı getdi. Qaldı 2 haqqı. Mənə bax. Sağa baxıb gözünü bağla. Və bu haqqı da getdi. Qaldı son haqqı. Son şansı. Oy 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 oy. Ama qaldı. İndi bir fəsin göz bağla. O sözü var şahidler. Davay. Birinci haqqıdır. Vur getsin. Hə. Birinci haqqı getdi. Son 2 haqqı. Əvvəz uduzdu. Əvvəz Hüseyin də vuranmadı, gene də. Hüseyin sən vurdun, yox vuranmadı. Bərabərə qaldınız da. 7-5, anladırsan, 7-5. Bu challenge'ın qalibini bildirən Hüseyin Əfəzin 1v1 futbol oynadığı video bu videodan 2 gün sonra gələcək. Kanala abunə olub, videoları katmayı və zəng məsafəsi birə yazmayı unutmayın. Buradakı videoda baxmayı unutmayın. Sağ olun, salamat qalın. Bye bye. Su.